silinən şəkil və videoları necə geri gətirə bilərik? Burada sizə qaleriyanı göstərim. Gördüyünüz kimi qaleriyada azmaz şəkil var. Haradasa 20-30 dənə var və zibil qutusunda da yoxdur. Sonra deyərsiniz ki, zibil qutusundan qaytarırsınız. Və proqrama girək. Burada qaytardığımız şəkillər burada olur. Buradan isə geri telefonun yaddaşına yükləyəsinik. Və gördüyünüz kimi burada qaytarılan şəkillərdir. İndi bunu necə yükləyirlər? İndi gəlin göstərim dostlar. Və burada rekord veririk, izləyib şəkilləri. Və buradan hər hansısa bir papka seçirik. Abi dayansam, oxumasam mahnını göstərəm, bir də çəkirəm. Nəsə burada icazə veririk bunlara və artıq telefonumuzu yaddaşına yükləməyə başlayır. Və burada bir papka yarandı, gördüyünüz kimi. 30 dənə şəkil artıq geri gəlməyə başladı və girib çıxırıq qaleriyaya, girib çıxdıqca qaytarılan şəkillər bir-bir yığılır oraya. Yəni şəkillərimizin sayı artır. Bu sadəcə şəkilləri qaytarmadır. Geri videoları qaytarmaq üçün əlavə bölməyə giririk, videolar bölməsinə giririk. Və artıq 100-dən çox şəklimiz geri qayıtmış oldu dostlar. Bu qədər sadə video faydalı olsa bəyənməyi və takip etməyi unutmayın. Bunu dedim ki, bu 60% qaytarır, yəni 70%, 60%.